Son illər Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də qlobal miqyasda təhlükəsizliyə və sülhə töhfə verən mühüm gücə çevrilib. ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə Sülh Şurasının ilk iclasına dəvət etməsi və Azərbaycanın iştirakı yeni dünya nizamında ölkəmizin əhəmiyyətini təsdiqləyir. Ekspertlər hesab edir ki, Azərbaycan hazırki dünya siyasi trendinin mərkəzindədir və yaxın şərqdəki problemlərin həllində iştirak etməklə həm də İslam dünyasının dəyərlərinə töhfə verə bilər. Azərbaycanın bu, belə deyək, dünyəvi trendi daxilində fəal olması və Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması Trampın ən böyük nailiyyətlərdən biridir. Onunla yanaşı biz başa düşməliyik ki, yaxın şərqdə olan proseslər də Tramp üçün çox vacibdir. İslam dünyasının üçün ən əsas problemləri olan Qudsun xüsusi status alınması, Azərbaycan bu danışıqlarda, bu mövzularda iştirak eləməsi İslam dünyasının dəyərlərinə töhfəsi kimi qəbul oluna bilər.